Ürək sözlərimizi deyilir. Şəkildir, biliyoruz. Ürək sözlər deyilir. Geldik yavrum. Bu günləri İmran kişi, bizim bu məclisin yığınağımızın səbəbkarı Ceyhun bəydir. Sən də bir valideyn kimi öz valideynlik borcunu yerinə yetirərək bax, bütün qohum əqrabları, bütün istəyənləri bu məclisə dəvət eləmişsən. Dəvət olunanlar da, olunmayanlar da gəlirdir. Çünki bu sənin istəməkdən irəli gələn, Ceyhunu istəməkdən irəli gələn ürəkzat sözlərdir. Bugün Ceyhun bəy artıq uşaqlıq illərini, məktəb illərini, bundan sonra Ceyhundan başqa olan uşaqları ola bilər tələbəlik illərini yola salıb gedir. Bu günləri isə əsl məktəb, kişilik məktəbli olan hərbi xidmətə gedir. Yəni bu hərbi xidmət o təhsildən, o orta məktəbdən, uşaq illərdən çox-çox fərqlidir. Bu hərbi xidmət elə bir məktəbdir ki, o insanı əsl vətən üçün, xalq üçün, valideyn üçün, cəmiyyət üçün elə bir vətəndaş yetirir ki, o gələcəkdə valideynə olan hörmət, istəyəndən sonra o qohum əqrəbaya olan hörmət hamısı bax o çətinlikdən, ondan sonra o azabdan, o əziyyətdən hamısı irəli gəlir. Ceyhun, sən artıq bir neçə gündən sonra xidmətə yola düşürsən. Özünlə darıxdırma, çünki biz o yolları keçmişik. İndi şükür Allah, sən məndən də canlısan. Mən gedəndə laf körpə bir uşaq idim, heç bilmirdim, ödə haraya gedib çıxmışam, Vladivostoka. Dünyanın o başında. Nə rus dili bilirdim, nə bir şey. Amma bu günləri sən Allah'a şükür, Azərbaycandasan, 3 saat, 4 saatda balaca maşınla hara istəsən gəlib çatmaq mümkündür. Nə özü darıxdırma, nə bir şey. Sənin bir övlad kimi, bir ondan sonra vətəndaş kimi biz sizi necə qorumuşuq, siz də gedib bizi qorumalısınız. Sənə bu xidmətdə uğurlu yol, can sağlığı arzulayırıq. Sağ-salamat gedib, sağ-salamat gələrsən. Bir il yarımla boyda bir vaxtdır ki, Allah'a şükür, bir də görəcək ki, Ceyhun gəldi, yenə də gəlib topalaşacaq burada, bu məclisdə iştirak edəcək. Sənə uğurlu yol, özü darıxdırma, can sağlığı arzulayırıq. Sağ ol. Sağ ol. Sağ-salamat gəlsin. Başını and elə. İnşallah sağ-salamat gəlib, sağ-salamat gəlsin. Atasına layiq olsun. Bəli, var, nə layiq övlad olsun.